Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan bir məşhurlu tənliklər və məsələlər bölməsinə aid tənlik qurmaqla məsələlər həlli mövzusundakı tapşırıqların izahını verməyə çalışacağım. Axırıncı videomuzda biz qalmışdıq. 39-cu tapşırığı yazdıq. İndi 40-dan davam edək. Səhifə demək 81. Krater deyir 15 kilometr çay axını ilə 4 kilometr göldə gedərək bütün yola 1 saat vaxt sərf etdi. Çayın axma sürəti hər yerdə 4 km saat olarsa, kraterin çay axını ilə sürəti neçə kilometr saat olar? Demək, çayla gedib krater əvvəlcə. Demək, çayın da axın sürəti var. 4 kilometr saat da verib, çayın axma sürəti 4 kilometr saatdır. Sonra 15 kilometr getdikdən sonra gölə gəlib çıxıb və göldə nə qədər gedib? 4 kilometr. Yəni, fərz eləyək ki, buradan bura qədər 15 kilometr gəlib bizim kraterimiz. Sonra 4 kilometrdə göldə üzüb. Yəni 4 kilometr göldə gedib də, bəli. Çayın axma sürəti, olarsa kraterin çay axma sürəti var. Demək, bütün ümumilikdə vaxt T elə bir ki 1 saat olub. 1 saat. Burada iki hal baş verib də, çayda getmə, çayda və göldə üzüb də. Çayda üzəndə bir fərq odur ki, demək, kraterin sürətini, əgər biz sürətini x ilə işarə etsək, onda çay axını ilə sürəti olacaq x üstə gələk 4. Çayın sürəti də gələcək üstünə. Amma göldə isə durğun sudakı sürəti olacaq da, elə x olacaq sürət. Zamanı isə, yəni bax, T zaman nəyə bərabərdir? Çaydakı üzmə vaxtı, gedilən vaxt, T1 ilə işarə eləsək, göldəki o kraterin gedən zamanını isə T2 ilə işarə eləsək, yəni buna bərabərdir. Bu da 1-ə bərabərdir. 1 saat, ümumilikdə 1 saat olub da bu. Biz də o fizikadan, yəni məşhur düsturdan istifadə eləyəcək də. Zaman nəyə bərabərdir? Zaman T bərabərdir S bölək V. Yəni gedilən yol bölünsün sürət. İndi bax T1. T1-i yazaq. Gedilən yol 15 kilometrdir. 15 bölək sürətdə. Yəni sürəti də nə olub? X üstə gələk 4. Üstə gələk T2-nin əvəzinə bu göldə üzülən zaman getdiyi yol, yəni 4 kilometr bölək sürətdə x olub da, orada çay axını sürəti nəzərə alınmır. Bərabərdir 1. Tənliyi vurduq, indi bu tənliyi həll eləsək, biz kraterin sürətini tapmış olarıq. Biz kraterin sürətini x ilə işarə elədik. Amma bizdən kraterin çay axını ilə sürəti, demək üstünə 4 gələcək. Biz krateri tapaq öncə. Orta məxrəc x vuraq, x üstə gəl 4 olsa, bunu bölürəm x plus 4-ə, x qalır, 15-ə vursam 15x, böldüm x-ə, x üstə gəl 4 qalır, 4-ə vururam, üstə gələk 4x, bərabərdir, bir dəqiqə, 4x yox, bunu böldüm x-ə, x plus 4 qalır, x plus 4-ü 4-ə vuracam, x plus 4-ü 4-ə vuracam, bərabərdir 1. İndi bu x plus 4 çarpaz 1-ə vurular. Bunu da yazaq sol tərəfdən. Demək, 15x üstə gələk, mötərizəyə vuraq 4-ü. 4x üstə gələk 16 bərabərdir. Bunu da 1-ə vurdum. Bunu elə vuraq açaq. X-ə vurdum. X kvadrat üstə gələk 4x. X kvadrat üstə gələk 4x, bu 4x, bunları hamısını sağa keçirdim. Bu eləyir 19x, yəni çıxaq 19x, çıxaq 16. Bərabərdir 0, x kvadrat, burada nə qalır? Minus 15x
minus 16 bərabərdir 0. İndi bu nəyin vuruqlarıdır? 5-nə? Yox. 16 ilə 1-indir də. Yəni x minus 16 eləmi? X plus 1 bərabərdir 0. Yəni x bərabərdir 16, x bərabərdir -1. Bu bizim həll deyil. Yəni katerin sürəti 16-dır. Onda biz çaydakı katerin çay axını ilə sürəti 16 + 4 bərabərdir 20 tapmış olarıq. Cavab olar 20. Kater 36 km çay axını ilə 16 km göldə gedərək bütün yola 5 saat vaxt sərf etdim. Çayın axma sürəti hər yerdə 4 km/saat olarsa, katerin çay axını ilə sürəti neçə km/saat olar? Həmin məsələdir. Demək, kater gedib çayın axını ilə çaydakı 4 km/saat sürətlə gedir də, çayın sürəti. Əgər katerin sürətini x ilə işarə eləsək, çayın axını ilə sürəti x + 4 olacaq. Sonra göldə gedib kater. Burada nə qədər gedib? 36 km. Çayın axını ilə. Göldə isə 16 km. 16 km-də göldə gedib. Demək, çayın göldəki sürəti, belə katerin göldəki sürəti durğun sudakı sürətdə katerin öz sürətidir. X qəbul eləmişik. Çayda sürəti isə x + 4 olur. Dedik ki, zaman nəyə bərabərdir? Gedilən yol bölünsün sürət. Burada da zaman 2 zamana bölünür də. Çayda üzmə zamanı və göldə üzmə zamanı katerin. O da ikisinin cəmi 5 saatdır. Yəni T1 + T2 bərabərdir 5. T1 gedilən yol T1 üçün yazıram. Yəni çayda getdiyi zaman gedilən yol 36 km-dir. 36 km bölünsün onun sürəti. Sürət həmin anda x + 4 olur. X + 4-dür. Üstəgələk burada isə ikinci, yəni göldə üzmə zamanı isə 16 bölək x-dir. Bu da bərabərdir. Ümumilikdə ikisinin cəmi 5 saat olur. Tənliyi qurduq. İndi buradan orta məxrəc x + 4 olsa, bunu bölürəm x + 4-ə, x qalır. 36-ya vursam 36x üstəgələk. Bunu böldüm x-ə, x + 4 qalır. 16-ya vurmaq lazım. Bu da bərabərdir 5. Buradan bax, x + 4 vurulacaq 5-ə. Sağda yazılacaq, bu isə solda. 36x üstəgələk 16x, mötərizəyə vururam 16-nı. 16x üstəgələk 16-nı 4-ə vursam 64. Bərabərdir. Bu x kvadrat eləyir. 5-ə vursam 5x kvadrat. X-i 4-ə vursam 4x, 5-ə vursam 20. Bu x kvadrat bəli. 20x. Aldıq nə? 5x kvadrat. 20x burada var. Burada 52x eləyir də. 36 ilə 16. Sola keçsəm minus 52x. 20-dən 52-dən çıxsam -32 olacaq. -32x oldu. Burada 64 qalıb. Sağa keçirdirəm. Minus işarəsini dəyişir. Yəni bunu ya vuruqlarına ayıraq, ya da ki, neyək, diskriminantla. Yəni vuruqlarına ayırsaq 5x kvadratı, yəni 5x-lə x-in hasilidir də. 64-də yazarıq 8-lə 8. Hələ götürək görək nə alınır. 8-dən 8 götürəndə alınır. Bax, bu 32-ni almaq lazımdır da. 5x-i çarpa 8-ə vursan, mənfi olmalıdır, 40 eləyir. X-i də 8-ə, bunu müsbət yazaq ki, yəni 40-dan 8-in çıxanda, bu x-i 8-ə vursam 8x, yəni 40x çıxaq 8x. 32x eləyəcək də. Yəni vuruqlarımız olacaq 5x üstə gəl 8, x minus 8.
Kim bundan eləyə bilmir, diskriminantla kökləri tapsın. Demək, bunu yazsam mənfi alınacaq. Mənfi bizim həllimiz olmayacaq. Bunu sıfıra bərabər eləyək. X minus 8 sıfırdır. Yəni x 8-dir. Katerin sürətini tapdıq. Yəni katerin çay axını ilə sürətini deyir. Axını ilə çayın da sürətinin üstünə gələcəkdə 8 üstə gələk 4, o da eləyir 12 kilometr saat. Katerin çay axını ilə sürəti 12 kilometr saat olar. Məktəblər arasında keçirilən bilik yarışında 100 ballıq sisteminə 60 bal daha yuxarı nəticə göstərən 48 şagird mükafatlandırıldı. Onlardan 80-90 aralığında bal toplayanların sayı 6 nəfər çox. Yəni ki, aydındır da, yəni 100 ballıq sistemlə 60 bal daha yuxarı nəticə göstərən 48 şagird mükafatlandırılıb. 48 dənə cəmi şagird mükafatlandırılıb. Gəlin burada yazaq, bu demək 60-80 yığan şagirdlər 60-80 yığan şagirdlər, sonra 80-90 yığan şagirdlər, bal yığan şagirdlər 80-90. Bunu qəbul edib 90 yox. 90-100. 90-100 bal toplayan şagirdlər. İndi bunların saylarını demək, ümumilikdə 48 şagirddir. Saylarını gərək x-lə işarə eləyək. İndi baxaq görək, burada yazıb ki, onlardan 80-90 aralığında bal toplayanlar sayı 90-100 aralığında toplayanlardan 6 nəfər çox. Gəlin bu ortadakını bir x-lə işarə eləyək. Fərz edək ki, 80-90 bal toplayan şagirdlərin sayı x-dir. Onda deyir 90-100 toplayanlar bundan azdır. 60-80 toplayanlar bu ortada x-dən çoxdur. Yəni bu 80-90-dan çoxdur. Ona görə bax nə yazıb? 80-90 aralığında bal toplayan sayı, bal toplayan 6 nəfər çox. Yəni bu x-də gəl 6 olacaq da. Yəni 60-80 yox 80-90 toplayanların sayı 90-100-dən bir dəqiqə. 90 bal toplayan 6 nəfər çoxdur. O 6 nəfər çoxdursa, yəni tərsinədir də, bu birisi azdır. Yəni x minus 6 azdır. 90-100 6 nəfər azdır. 60-80 bal toplayanlardan isə 6 nəfər azdır. Yəni x bu azdır da ondan. Onda bu 60-80 ondan çoxdur. X üstə gələk 6. Yəni belə yaza bilərik. Demək, bunların cəmdə 48 nəfərdir. X üstə gələk 6, üstə gələk x, üstə gələk x minus 6. Demək, 48 nəfərdir. 3x, 6'lar gedir, bərabərdir 8-ə, x bərabərdir 16. Demək, 16 nəfər bu 80-90 yığanlardır. Ya da 16 nəfər, elə neçə şagird aralı bal toplamışdı. Cavabımız da elə 16 olacaq. Əslində, burada ədədlərin çox olmağına baxmayın, elə ən sadə məsələlərdən biridir. Keçirilən bir yarışında 160 bal daha yuxarı nəticə göstərdi. 59 şagird mükafatları həminki kimidir. Yəni 60-80 sonra bal toplayan şagirdlər, sonra 80-90 və 90-100. 8 nəfər çox, bal toplayan 4 nəfər azdır. Onlardan 80-90 batının sayı gərək biz 80-90'ı biz x-lə işarə eləyək ki, o birisilərlə müqayisə eləyək də. Bax, deyir ki,
aralığında bal toplanırsa 90-100 aralığında bal toplayanlardan 8 nəfər çoxdur. Yəni bu çoxdur da, 80-90 çoxdur. Demək bu azdır. 90-100 azdır. Yəni x neçə nəfər? 8 nəfər. Yəni x minus 8-dən 8 nəfər çox deməkdir. Tərsinə. Sonra bu biz 60-80 aralıq bal toplayanlardan isə 4 nəfər azdır. Yəni bu azdır da, 80-90 azdır. Bu çoxdur. 4 nəfər onda çox yazardır. Yəni aldıq belə bir ifadə, belə bunları cəmləsək bizə verməlidir 59 şagird. Yəni x üstə gələk 4, üstə gələk x, üstə gələk x minus 8. Bərabərdə 59, buradan 3x, 4, mənfi 8, mənfi 4 eləyəcək. Sağa keçirsəm olacaq 59 üstə gələk 4. 3x bərabərdə 63-ə, x bərabərdə 21-ə. Demək 21 bizdən hansını soruşur? 60-80 aralığında olanlar. Bu da x üstə gəl 4-dür. Yəni 21 üstə gələk 4 bərabərdir 25 nəfər. 25 nəfər bu 60-80 bal toplayıb. Qabın 7-də 3 hissəsi su ilə doludur. Qabdır. 7-də 3 hissəsi fərz eləyək, 7-də 3 hissəsi bu qədərdir. Əgər fərz eləyək, qab ümumilikdə x litr su tutur. Bunda 7-də 3x deyir, su ilə doludur. Sonra əlavə eləyiblər bunun içinə 25 litr. 25 litr, yəni qapda oldu burada. 25 litr də əlavə eləyiblər. Etdikdən sonra doldurmuş hissə doldurmamış hissədən 2 dəfə çox oldu. Doldurmuş hissə nədir? Yəni bunların ikisinin cəmidir. Yəni 7-də 3x üstə gələk 25 doldurulmuş hissədir. Dolu hissə. Su ilə dolu olan hissə. Boş hissə, yəni bura doldurulmamış hissədən 2 dəfə çox. Doldurulmuş hissə, yəni dolu hissə boş hissədən 2 dəfə çox oldu. İndi hələ boş hissə nəyə bərabər olur? Yəni ümumilikdə x litr deyil, x-dən bu dolu hissəni çıxsaq boş hissə olacaq da, çıxılsın. 7-də 3x üstə gələk 25 bərabərdir. Mötərizəni açsaq, x çıxaq 7-də 3x, çıxaq 25 bərabərdir 0. Burada 0 nədir? 7 orta məxrəc olsa, 7x çıxaq 3x, 4x çıxaq 25. Bu da boş hissə oldu. Boş hissə. Doldurulmamış hissə, bax bu. Deyir ki, doldurulmuş hissə, yəni bu 7-də 3x üstə 25, boş hissədən, doldurulmamış hissədən 2 dəfə çoxdur. Yəni 2 boş hissənin 2-yə hasilinə bərabərdir. 7-də 4x çıxaq 25. İndi bu tənliyi həll eləyək. Mən 7-də 3x üstə 25 bərabərdir. 2-yə vursaq 7-də 8x eləyəcək. 25 2-yə vursaq çıxaq 50 eləyər. 50-ni sola, yəni 25-in yanına gətirək. 7-də 3-ü də sağa. 7-də 8x, çıxaq 7-də 3x. 7-yə vuraq, bu 75 elədi, eləmi? Buradan davam eləyək. 75-dir də, hər tərəfi 7-yə vuraq. 75 vuraq 7, bərabər. Bunu 7-yə vursam 8x, buna 7-yə vursam 3x eləyəcək, 7-lər gedəcək. Aldıq nə? 5x bərabərdir, 75 vuraq 7. 5-ə ixtisar eləyək öncə. 15 düşür, 15 vuraq 7. Bu da eləyər 105. Yəni, tapdıq ki, qab 105 litr tuturmuş.
Qabın 11-də su ilə doldur. Qaba su əlavə etsə, doldurmuşsa, doldurma 3 dəfə çox oldu. Eyni tipli misaldır. Bircə ədədlər dəyişilib. Demək, əvvəlcə 11-də tutaq ki, x litr tutur bizim qabımız. 11-də 6 hissə ilə su ilə doluymuş. 11-də 6 x. Sonra üstünə 45 litrdə əlavə ediblər. Dolu olub nə qədər? Dolu hissə olub neçə? 11-də 6x üstə gələk 45 litr. Bu dolu hissədir. Deyir ki, doldurulmamış hissədə 3 dəfə çox oldu. Doldurulmamış hissəni də necə tapırıq? Ümumi həcmdən o dolu hissəni çıxırıq. X-dən çıxırıq dolu hissəni. 11-də 6x üstə gələk 45. Bunu mötərizədə yazmalıyıq. Bundan 3 dəfə çox. Vuraq 3. Demək, dolu hissə boş hissədən 3 mislinə bərabərdir. Qab neçə litr su tutur? Tənliyi qurmuşuq. İndi bunu həll edək. 11-də 6x üstə gələk 45 bərabərdir. 3-ü vursaq 3x eləyəcək. Yox, gəlin, hələ əvvəlcə bu mötərizəni açaq içində. Yəni, x çıxaq 11-də 6x çıxaq 45. Bunu 3-ə vurmalıyıq. 11-də 6x üstə gələk 45 bərabərdir. 11-də x-dən 11-də 6x çıxsaq, yəni bu 11-də 11x-dir də, 11-də 5x qalır. 11-də 5x, onda 3-ə vuraq. Vuraq 3, yəni 15 olacaq da. 45-i də 3-ə vursaq, elə 45 vuraq 3 yazacaq, ixtisar gedər yəqin ki. 135 eləyir. Yazaq elə 135. Burada toplayıb çıxmaq lazım. 135. 11-də 6x bu kiçikdir də, gətirək bu 11-də 15x-in yanına. Çıxılsın olacaq 11-də 6x. Bu 135-i də 45-in yanına. Yəni 45 üstə gələk 135. Nə oldu burada? 11-ə vuraq hər tərəfi. 16x çıxaq. 15x çıxaq 6x 9x eləyəcək. Bu da eləyər 180. 9-a bölsəm 180-i 20 düşər. Yəni biz qabı tapdıq ki 20. Nəysə düz yazmamışıq. 11-ə vurmaq lazımdır. Bunu da 11-ə vururuq da. 11-ə vururuqsa bərabərliyin sol və sağ tərəfinə 11-ə vururuq. Hər ikisini. 11-ə vururuq. 20 vuraq 11. Bu da eləyər neçə? 220. Demək, qab 220 litr su tuturmuş. Kənddən 12 kilometr məsafədə olan şəhərə 2 piyada yola düşdü. Birinci piyadanın sürəti ikincidən çox olduğundan şəhərə 1 saat tez çatdı. Birinci piyada yola neçə saat vaxt sərf etmişdi? Elə bir kənddən şəhərə, bu kənd olsun, 2 dənə piyada yola düşüb şəhərə. Bu birinci piyada, bu da ikinci piyada, 2 dənə piyada. Deyir ki, birinci piyadanın sürəti ikincidən çoxdur, 1 km/saat çoxdur. Əgər birinci piyadanın, yox, ikincidən çoxdur da, ikincini x-nə işarə eləsək, birinci piyadanın sürəti olacaq x üstə gələk 1. Birinci piyada yola neçə saat vaxt sərf etmişdi. İndi hansı daha çox zaman sərf eləyər bu yola? Əlbəttə ki, ikinci piyada. Çünki bu daha çox vaxta gedəcək də. Yəni, zaman sürətlə v bərabərdir s bölək t-də tərs mütənasib olduğu üçün biri artanda o birisi azalır. Biri çox olanda o birisi az olur. Yəni, sürəti çox olan daha az vaxta gedəcək.
Yəni bunun vaxtını T2 adlandırsaq, ikinci piyadanın getdiyi yolu. Bunda T1. Yəni ikinci piyadanın vaxtından çıxsaq, birinci piyadanın vaxtını o 1 saat eləyəcəkdir. 1 saat fərqləri var. İndi buradan bilirik ki, zaman nəyə bərabərdir? Gedilən yol bölünsün sürət. Gedilən yolumuz hər ikisi üçün eynidir. 12 kilometrdir. İndi T2, yəni gedilən yolu 12, sürəti də neçədir? X-dir də, X qəbul eləmişik, çıxılsın 12. T1 üçün də birinci piyada üçün sürəti X plus 1-dir. Nəyə verməlidir? 1-i verməlidir. Tənliyi qurduq. İndi buradan bunları orta məxrəcə gətirsək, X-ə bölsəm, X plus 1 eləyir. 12-yə vurmaq lazımdır. 12-ni çıxardaq mötərizə xaricinə. Bu 12-ni. Bu olur X plus 1 minus X qalır da burada. Bərabərdir 1. Çarpaz vurulacaq 1-ə. Yəni burada qaldı. X-lər gedir, 12 qalır. 12 bərabərdir. Bu 1-ə vurulur da. Bunu elə vuraq da, X-ə vuranda X kvadrat, X-i 1-ə vuranda X eləyər. Aldıq belə kvadrat tənlik. Bunda vuruqları 4-lə 3-dür. X-də gəl 4, X minus 3. Bunları sıfıra bərabərləsək, bu mənfi eləyir. Bunu götürmürük. Bu X minus 3 bərabər 0, X bərabərdir 3. Yəni 3 saat. 3 saat deyil, bu sürətidir. X-i biz sürətini qəbul eləmişik. Kilometr bölək saat. Kilometr bölək saat. Bizdən nəyi soruşur? Birinci piyada yola neçə saat vaxt sərf etmişdi? Onda bu ikinci piyadanın sürətidir. Birinci piyadanın sürəti neçə olur? 4 kilometr saat. Yəni ikinci piyadanın sürəti X üstə gələk 1-dir. O da eləyir 4 kilometr saat. Bizdən zamanı soruşur. Yəni T2-ni. T1-i daha doğrusu. Birinci piyadanın. T1 nəyə bərabərdir? 12 bölək X plus 1. Bəli. 12 bölək 4. O da eləyər 3 saat. Demək, birinci piyada 3 saat sərf eləyib, o birisi 1 saat çoxdur, yəni 4 saatda bu. Bizə birinci piyadanı soruşurdu, cavabımız elə 3 saat olacaq. Birinci velosipedçi 30 km məsafə ikincidən tez getmişdi. Eyni tipli misaldır. Bax, indi velosipedçilər gedib. Hər hansı bir məsafənin, 30 kilometr məsafənin. Bu deyək birinci velosipedçidir. Bu da ikinci velosipedçi. Birinci velosipedçi tez gedib. İkinci velosipedçinin sürəti birincinin sürətindən az olarsa. İndi fərqi yoxdur. Ya bunu X-lə qəbul eləyək, ya o birsin. İkincidən deyir az. Birincinin sürətindən. Yəni birincini X-lə işarələsək, ikinci olacaq X minus 2. Sürəti. Zaman isə, tutaq ki, bunu T1 adlandıraq, bunu da T2. Zaman deyirdik nəyə bərabərdir? Gedilən yol bölünsün sürət. Yəni T1 olacaq, gedilən yol 30-dur, bölək X. T2 isə 30 bölək X minus 2. İndi hansı daha çox zaman sərf eləyər? Demək, birinci velosipedçinin sürəti daha böyükdür da, o az vaxta gedəcək. Bu çox vaxta gedən ikinci olacaq da, T2. Yəni T2 də onun vaxtından
ikincinin vaxtından birincinin vaxtını çıxsaq, 0,5 saat, yarım saat eləyər. 0,5, yəni 2də 1 saat eləyər. Yazaq elə belə. İndi buradan qiymətlərini qoyaq yerinə. Tənliyimizi qurmuş olaraq. T2 30 bölək x minus 2-dir. Çıxılsın. T1 də 30 bölək x-dir. Bərabərdir 2də 1-ə. Şimdi bunu həll eləyək. Buradan davam eləyək. X minus 2 x. Orta məxrəc. Bunu böldüm x minus 2 x qalır. 30x. Çıxılsın. 30 vurulacaq. Demək, bunu böldüm x-ə. X minus 2 qalar. 30 vurular x minus 2-yə. Bərabərdir 2də 1. Şimdi bu çarpaz 1'ə vurulur, 2 də buna vurulacaq. Buradan da 30'u çıxardım. Ya çıxartmayaq elə, birbaşa yazaq. Və kəsri dahi götürək. Çarpaz vuraq da. 2 vurulacaq bura. 2. 2 vurulsun. 30x. Çıxaq. 30'u vurdum x-ə minus 30x. Mənfi 30'u mənfi 2, müsbət 60. Bərabərdir. Bu da 1'ə vurulur. Bunu mötərizə ilə vuraq yazaq. X kvadrat çıxaq 2x. Nə alındı? Bunda mötərizə. Bu 30x-lər getdi. 2-ni 60'a vurdum 120. Yəni x kvadrat minus 2x. 120'ni də gətirəndə bunun yanına minus 120 olacaq. Bərabərdir 0. Bu nə ilə nəyin hasilidir? 120. 120 12 ilə 10'un hasilinə uyğun gəlir. Demək x minus 12 x plus 10. Mənfi 12 10'a vuranda mənfi 120 elir. Toplayanda mənfi 2. Bu mənfi verir. Bunu götürmürük. Yəni x minus 12 sıfıra bərabər. Oradan da x bərabərdir 12. Demək tapdıq ki biz nəyin sürətini? Birinci velosipedçinin sürətini. Amma bizdən nə soruşur? Sən ikinci velosipedçinin sürətini deyir tapın. Yəni 12 çıxaq 2 bərabərdir 10 kilometr saat. Yəni cavabımız 10 olar. Sərnişin aşağıya hərəkət edən eskalatorla hərəkət istiqamətində yeriyərkən yolu 90 saniyə, hərəkət edən eskalator üzərində dayanarkən 171 saniyə, o dayanmış eskalatorda yeriyərkən bu yolu neçə saniyəyə enər? Bu birinci variant demək eskalatorla hərəkət istiqamətində yeriyərkən. Bax, elə bir ki eskalatordur, aşağı enir, burada da sərnişin var, o demək enir, aşağı enir, həm eskalator gedir, həm də sərnişin gedir. İndi gəlin belə eləyək də, eskalatorun, sərnişinin sürətini x ilə işarə eləyək. Eskalatorun sürətini y ilə işarə eləyək. Ümumiyyətlə, demək, sürət nəyə bərabərdir? Gedilən yol bölək zaman və buradan da gedilən yol nəyə bərabərdir? VT, yəni sürət vurulsun zaman. Gedilən yol bütün hallarda eynidir. Yəni eskalatorun uzunluğu yəni eynidir. Sabitdir də S. Biz S-ə onda biz belə eləyək də, birinci hal üçün gedilən yol nəyə bərabərdir? Zamanı da, zamanları var da burada 90, 171. Elə bir ki, birinci hal üçün bu düşərkən 90 saniyəyə, yəni T-si 90 saniyədir. V vuraq T, yəni sürəti nə olacaq?
eyni istiqamətdə sərnişin də düşürsə, eskalator da enirsə, onun sürəti olacaq üstəgəl y-də. Yəni x üstəgəl y. Zaman da ki, burada verib 90 saniyəyə enir. 90 saniyə. Aha, bunu yazdıq. Bu birinci haldır. Sonra ikinci hal üçün eskalator elə bir ki, sərnişin hərəkət edən eskalator üzərində dayanarkən sərnişin dayanıb, amma eskalator gedir. Yəni, onda onun sürəti olacaq nə? Eskalatorun sürəti olacaq da, təkcə eskalatorun, sərnişin sürəti yox. Eskalatoru da biz y-lə işarələmişik. Sürət y olacaq ikinci hal üçün. Burada onda gedilən yol nəyə bərabər olacaq? Yəni, sürəti y, zamanı da ki, 171 saniyə verib də, 171 saniyə. Bu üçüncü hal, eskalator dayanıb xarab olub. Adam piyada düşür. Yəni, burada sürət olacaq piyadanın, yəni sərnişinin sürəti, zamanı deyək ki, bu yol neçə saniyəyə enər. Zamanı tapmalıyıq, t-ni tapmalıyıq. Yəni, t-ilə işarə eləyək. Demək, üçüncü hal üçün s bərabərdir, x vuraq t. Yəni, onda olur bu. İndi biz nə eləyək? Bu yol neçə saniyəyə enər? İndi biz bu 3 bərabərlikdən, 1, 2, 3 sol tərəfləri bərabərdir. Yəni, hər biri üçün eskalatorun uzunluğu eynidir. Yəni, gedilən yol eynidir. Solları bərabərcə sağların bərabər eləyib yaza bilərik. Bax, bu ikinci, üçüncü, yox, elə birincidən. Bax, buradan. Yəni, x üstəgəl y, vuraq 90, bərabərdir, y 171. Buradan ixtisar getmir, gedir. 9-a ixtisar eləsək, burada 10 olur. Burada neçə olur? 9-a 1 dəfə, 19 dəfə. Yəni, aldıq nə? Bu 10-u vuraq mötərizəyə, 10x üstəgəl 10y bərabərdir, 19y. 10y-i sağa keçirsəm, 10x bərabərdir, 9y. Yəni, buradan k-larla ifadə eləsək, sürətlərini müəyyən, misal üçün, x olar 9k, y olar 10k. Yəni, x 9-a, y 10-a bərabərdə 10k-ya bərabər eləyək. İndi bizdən nə soruşur? T-ni tapmaq lazımdır. İndi bununla da gəlin ikinci ilə üçüncünü bərabərləşdirək. Oradan zamanı tapa bilərik. İkinci ilə üçüncünü. Y 171. Y 171 bərabərdir xt. Yəni xt. Bəli. İndi burada x-i k-larla ifadə eləyək də. Bax, burada yazmışıq. 171. Y-in yerinə 10k yazıram. X-in də yerinə 9k. Bıraq t. K-lar gedər burada. İxtisar eləsək gedər. T-ni tapmış olarıq da buradan. 171-ə bölsək 19 dəfə düşürdü. 19 vuraq 10. O da eləyər 190. Demək, 190 saniyə tapdıq ki, eskalator xarab olsa, piyada düşsə, demək, həmin bu eskalatoru 190 saniyəyə piyada düşər. 48 tipli məsələdir, yenə eskalator yuxarı qalxır, həmin vəziyyətlərdə. Yəni, birinci hal üçün elə bir fərz eləyək ki, demək, sərnişin sürətini x ilə işarə eləyək, eskalatorun sürətini y ilə işarə eləsək, demək, birinci halda necə idi? Eskalator da gedir, sərnişin də yeriyir onun üstündə, sürətləri toplanacaq olacaq, yəni x üstəgəl y. Biz gedilən yol dedik nəyə bərabərdir? Sürət vurulsun zaman vt.
Yəni ümumiyyətlə bu cür məsələlər hamısı bax bu sürət məsələləri, yəni zaman məsələləri bu düsturdan istifadə olunur. Fizikanın bu düsturundan istifadə olunur. VT demək sürət olacaq nə? Birinci hal üçün gedilən yol bərabərdir. Sürəti x üstəgəl y olacaq da. İkisi də piyada da hərəkət edir, eskalatorda vurulsun. Zamanı verib burada 112 saniyə. Sonra ikinci hal üçün gedilən yol bərabərdir. İkinci halda eskalator üzərində dayanıb, demək sərnişin sürəti x0-dır, y olacaq sürəti. Sürəti y məsələn 210 saniyəyə qalxıb. 210 saniyə. Üçüncü halda deyir eskalator dayanıb, yəni y0-dır. Ancaq sərnişin yeriyir eskalatorun üzərində, xarab olub da. Onda yəni sürət olacaq sərnişin sürəti x vurulsun t zaman. Yəni 3 dənə bərabərliyi aldıq. Bu 3 bərabərliyin sol tərəfləri bərabərdir, sağ tərəflərinin bərabərliyindən istifadə eləyəcəyik. Əvvəlcə birinci ilə ikincinin sağ tərəflərini bərabər eləyək. Üstə elə y vuraq 112, o da 210 y. Bunlar 7-yə bölünür deyəsən. 7-yə, hətta cütdür, 14-ə bölünür. 112-ni 14-ə bölsək, 8 dəfə düşər. Yox, 8 dəfə yox. Hədə 8 dəfə düşər. 8, x plus y. Bunu 7-yə böləndə 30, 15 dəfə də buna düşər. 15 y. İndi vuraq bir-birinə 8 mütərizəyə açaq. 8y bərabərdir 15y. Buradan nə alınır? 8x bərabərdir. 8y-i sağa keçsəm 7y-ə bərabərdir. İndi x ilə y nisbətini tapdıqda kalarla ifadə eləyək. X 7k əvəzləyək, y-i 8k ilə əvəzləyək. Bunların istifadə eləyəcək. İndi baxaq, t-ni axtarıq da, ikinci ilə üçüncünü bərabərləşdirək. Hətta birinci ilə də bərabərləşdirə bilərik. Orada cəm var. Elə ikinci ilə üçüncünün sağ tərəflərini bərabərləşdirək. 210 bərabərdir xt. Y-in yerinə 8k yazıram. 210 bərabərdir. X-in də yerinə 7k t. Buradan k-lar ixtisar eləyərəm. 7-yə də buradan ixtisar gedər. Burada neçə qalacaq? 30. 8 dəfə 30. Yəni t bərabər olacaq. 8 dəfə 30. 240 saniyə. Demək, piyada eskalator hərəkət eləməsə 240 saniyə getmiş olar. Cavabımız 240 oldu. 6 dost eyni məbləğdə pul qoymaq şərti ilə ortaq şirkət açmaq istəyirlər. Lakin onlardan ikisi bu işdən imtina edir. Qalan 4 nəfərin hər biri lazım olan məbləği tamamlamaq üçün əlavə 3000 azində pul qoymalı olur. Şirkət açmaq üçün neçə azin pul lazımdır? Fərz eləyək ki, həmin o dostlar 6 nəfərdir də x manat pul qoymalıymış hər biri. Əvvəlcə x manat pul qoymalıymış ki, yəni o da nə qədər pul eləyəcək? 6x ümumi. Lakin o ikisi bu işdən imtina edir. Qalan 4 nəfərin hər bir lazım olan məbləğ tamamlamaq üçün əlavə 3000 azində pul qoymalı olurlar. Demək, hər biri 3000 əlavə qoyur. Bax, 4 indi olur nə? Elə bir ki, əvvəl x manat qoymalı deyildi hər nəfərə. Hər nəfər, bir nəfərdə. İndi 4 nəfər qalıb. 4x olacaq. Bunun da üstünə bunlar hərəsi 3000. Yəni 4 vuraq 3000. Azin də pul qoymalıdırlar. Bu da eləməlidir 6x-də. Yəni ümumi bu qədər nəzərdə tutulub axı. 6x manat pul nəzərdə tutulub.
6x. Şimdi buradan x'i tapaq öncə, sonra 6x'i taparıq da. 4x'i sola keçirsəm, eləyəcək 2x bərabərdir. Bərabərdir. Demək, 4 vuraq 3000 də. Yəni, 4 vuraq 3000, o da 12000 eləyir də, 12000. 2-yə bölsək, x bərabərdir 6000. Və bir nəfərə 6000 düşürmüş. İndi ümumi demək, şirkət açmaq üçün pul 6x-dir. Yəni 6 vurulsun 6000, bu da bərabərdir 36000. 36000 pul lazımdır şirkət açmağa. Beş dost eyni məbləğdə pul qoymaq şərti ilə ortaq şirkət açmaq. Lakin onlardan ikisi bu işdən imtina, qalan 3 nəfər hər bir lazım məbləği tamamlamaq üçün əlavə 6000 azində pul qoymalı olur. Yəni, burada fikirləşilə bilər ki, ümumilikdə, yəni 3 nəfər 6000 qoymalıdır. Yox, hər biri 6000 qoymalıdır. Yəni, 18000 pul qoymalıdır. Ki, o biri 2 nəfəri də, necə deyərlər, paxrivat eləsin. Şirkət açmaq üçün neçə azın pul lazımdır? 5 dost, demək, bir nəfərə düşən pulu biz x-ilə işarələsək, hələ əvvəl 5 dostu hesablamayıblar. Ümumi pul, yəni şirkət açmağa pul 5x lazım imiş də. Yəni, şirkət açmaq üçün pul 5x-dir. 5x manat. Bu qədər məbləğ olmalıdır. Amma deyir, bunlar şeyliklər də, yəni ikisi 3 nəfərin, ikisi fikrini dəyişib, 3 nəfər qalıb. 3 nəfər əvvəl hesablandığı pulu versinlər, yəni sonra onun da üzərinə hərəsi 6000 azında pul qoymalıdır. Hərəsi, yəni 3 vuraq 6000-də. Bu olmalıdır, həmin bu 5x-də, bu şirkət açmaq üçün lazım olan pul. Buradan da 3x-i sağa keçirsəm 2x bərabərdir. Bu eləyər 18000. X bərabərdir. 18-i 2-yə bölsək 9000. 9000 manat bir nəfərə düşən. Əvvəlki o 5 nəfərdə hesablamayıblar. 9000 oldu. Ancaq bizə şirkət açmaq üçün 5x lazımdır. 5-ə vuraq 9, 0, o da 45000 eləyər. 5000 azın lazımdır ki, şirkət açsınlar. Sabit x kilometr saat sürətlə axan çayın sahilində bir düz xətt boyunca ardıcıl olaraq ABC məntəqələri yerləşir. Bu ABC sxematik göstərib burada. Motorlu qayıq çayın axını istiqamətində A məntəqəsindən C məntəqəsinə gedib, sonra isə axının əksinə qayıdır. C-dən B-yə. AB 44 km verib. Cədvəldə verilənlərə görə çayın axma sürətini tapın. Yaxşı, onda biz AC-ni bir S yolu adlandırsaq, onda BC neçə olacaq? BC daha doğrusu S-dən çıxarıq 44 kilometrdə. BC məsafəsi ona bərabər olar. İndi bizə verib, bax, A-dan C-yə gedərkən sürəti neçədir? Axın istiqamətində də 30 gələk x-dir. 30 belə görsənir ki, KTB motorlu qayığın öz sürətidir. Bu çayın, x çayın sürətidir. 4 isə, yəni A-dan C-yə gələrkən sərf olunan zamandır. Əksinə gələndə, C-dən B-yə gəldikdə sürəti 30 minus x olub, zaman isə 3 saat. İndi bizdən demək nəyə soruşur? Çayın axma sürətini. Biz, bax, yol nəyə bərabərdir?
S bilirik ki, VT hasilinə bərabərdir də, sürət vurulsun zaman. V əgər S bölü T-yə bərabərdirsə, S bərabərdir VT. Bu düsturdan istifadə eləyəcəyik. Bax, A-dan C-yə gələrkən gedilən yol S nəyə bərabərdir? Sürət. Sürət burada neçə idi? 30 üstə gələ X-dir də. 30 üstə gələ X. T-dəki 4 saat. 4. Aha, bu buradan bura qədər gələrkən yoldur. İndi C-dən B-yə gələrkən gedilən yol nəyə bərabərdir? Sürət 30 minus X-dir. Zaman isə 3 saatdır. 3. Burada ancaq BC yolu S deyil də. S minus 44'dür. Onu yazın. Gedilən yol, yəni BC məsafəsi S çıxaq 44'dür. Çünki bura 44, bu ümumilikdə A-sı S-dirsə, bura 44-sə BC olur S minus 44 bərabərdir. Dedik sürət neçədir? 30 minus X, bura 3. Şimdi buradan bu 44'ü sağa keçirsəm, yəni S bərabər olacaq 30 minus X, bura 3, üstə gələk 44. Bax, bu bərabərlik 1 bərabərlik, bu da 2 bərabərlikdən. Görürük ki, sol tərəflər S-də bərabərdir, sağ tərəflərin bərabərliyini yaza bilərik. Yəni 30 deyə X vuraq 4, elə birbaşa vuraq, 4 dəfə 30-un 120, üstəyə 4X-ə vursam 4X, bərabər olacaq buna. 3'ü vuraq 30'a 90, 2 mənfi X-ə minus 3X plus 44. 3X-i sola gətirsəm 7X eləyər. 120'ni 90'dan 44 eləyəcək 134. 120'dən sağa keçsəm minus 120 olur da. 144, 134 çıxaq 120. Bu da eləyər 14. Yəni X olar 14 bölü 7. Bu da 2'yə bərabərdir. Yəni sürəti olub kilometr saat. Çayın axma sürətin deyirdi tap X. Onu da tapdıq ki 2 kilometr saata bərabərdir. Turistlər iki məntəqə arasında məsafəni hər gün eyni qədər məsafə qət etməklə 18 günə getməli idilər. Lakin onlar hər gün nəzərdə tutulduğundan 2 kilometr çox gedərək bu məsafəni 15 günə qət etdilər. Məntəqə arasında məsafəni tapın. Fərz edək ki, turistlər əvvəl nə planlaşdırıblar? Bir günə neçə ki, tutaq, X kilometr yol getməliymişlər bir günə. Onda ümumi məsafə nə qədər olacaqdı? 18X olacaqdı da ümumi məsafə. 18 günə gedirlər. Getməli idilər. Yəni, belə planlaşdırıblar. Ümumi məsafə 18X olur. Amma sonra bunlar hər gün nəzərdə tutulduğundan elə bir X kilometr getməliymişlər. 2 kilometr çox gediblər. Yəni, X-də gələk 2 kilometr çox. Bu məsafəni 15 günə qət etdilər. Yəni, 15 günə hər gün bu qədər gediblərsə, 15 günə bunu 15'ə vurmaq lazımdır. Yəni, bu məsafələr bu da ümumi məsafədir. Yəni, ikisi də 18X-də bu da ümumi məsafəmizdir. Əgər X kilometr geçsəydilər 18 günə gedəcəkdilər. X üstə gəl 2 kilometr gedirlərsə gündəlik 15 gün getməlidirlər. Yəni bunlar bir-birinə bərabərdir. Yəni 18X bərabərdir 15 X üstə gələk 2. 3'ə ixtisarləsək burada 6X qalar. Burada 5X plus 2. Vuraq mötərizəyə 6X bərabərdir 5X üstə gələk 10. Sola keçsəm X bərabərdir 10. Demək, bu gündəlik hər gün X 10 kilometr getmir. Məntəqə arasında məsafəni deyir, tapın. Demək, bir günə 10 kilometr gediblər. 18 gün getməlimişlər. Və yaxud burada fərqi yoxdur. İkisindən birində yerinə qoysaq, ümumi məsafəni tapmış olarıq. Məntəqələr arasında məsafəni tapmış olarıq. 18 bura 10. Bu da bərabərdir 180 kilometr.
qatar sürətini artırmaqla 480 km yolda vaxta 2 saat qənaət etmişdi. Qatarın ilkin sürəti neçə kilometr saat idi? Elə bir ki, qatar gündəlik x kilometr saat sürətlə gedir plan uyğunda. Yəni belə nəzərdə tutulub ki, x kilometr saatla sürətlə getsinlər. Məsafə də 480 kilometr. Yəni məntəqələr arasında məsafə 480 kilometrdir. Amma artırıb sürəti elə bir ki, t vaxta gedirdi. Tutaq ki, t1 vaxta. Əgər x kilometr saatla sürsəydi 480 kilometri t1 vaxta gedərdi. Belə yazaq da. X kilometri x kilometr saat sürətlə getsə 480 kilometri t1 vaxta gedər. Ancaq artırıb sürəti x-də gələk 8 480 kilometri elə bir t2 vaxta gedib də. Yox, t2 vaxta da, hə. Yəni 2 saat qənaət edib, o deməkdir ki, bu t2 2 saat tez gedib də. Yəni t1-dən t2-ni çıxsaq 2 saat eləyir. Yəni tənliyi qurmaq istəyir. Bax, bunun üzərində quracaq da. T1, t2 fərqində quracaq. Çünki bilirik ki, t nəyə bərabərdir? Zaman gedilən yol bölünsün sürətə bərabərdir. İndi bunu qoyuruq yerinə. Bax, t1 üçün 480 deyil. 480 gedilən yol. Sürəti də x-dir. X kilometr saatdır. Çıxılsın. Burada da 480 bölək. Bunun sürəti x-də gedək 8-dir. 8 bərabərdir 2 saata. Bu tənliyi həll edib biz demək nəyi taparıq? X-i taparıq. Bizdən nəyi soruşur? İlkin sürəti. Elə qatarın ilkin sürəti x-dir də. Orta məxrəc x plus 8. Bunu bölsə x-ə x plus 8 qalır. 480. Yəni 480-i 2-yə ixtisar eləyək də burada hər tərəfdən 240 eləyəcək. 240 vuraq x-də gələk 8. Çıxılsın 240. Lap elə 240-ı çıxardarıq mötərizə xaricinə. Burada qalacaq x. Minus x. Bərabərdir 2-yə ixtisar elədikdə 1. Buradan mötərizəni götürsək buradan x-lər gedir 8 qalır. Yəni sürətdə qalır 240 vuraq 8. Bu da çarpaz vurulacaq 1-ə. Bərabərdir x kvadrat üstə gələk 8-ə. 8x-ə. Yəni tənliyimiz oldu x kvadrat üstə gəl 8x minus bu 240 vuraq 8. Yəni 0 2 3 yadda 16 19 1920 bərabərdir 0. Şimdi buradan x-i tapmaq üçün bu nəyin hansıdır? Belə tapa bilməyəcək. Diskriminantla tapaq. Diskriminant b kvadrat, yəni 64. B kvadrat minus 4 asi. 64 üstə gələk 4 dənə 1920. 4 dənə 0-ım 0. 4 dənə 2-im 8. 4 dəfə 9-um 6. 3 yadda 4 7680. 7744 eləyər. Buradan da x bərabər nəyə? Mənfi 8 üstə yenə kök altında d 7744. Bu 88-in kvadratıdır. Bölək 2a. 2a da 2a 1-dir də 2 bölək 2 bərabərdir. Mənfi 8 üstə gələk 88 bölək 2.
Bu eləyər 80, o da 40. Yəni aldıq ki 40, o birisinə mənfiyə ehtiyac yoxdur. Yəni tapdıq ki qatarın ilkin sürəti saatda 40 km/saat imiş. Qatar sürətini artırmaqla 420 km yolda vaxtda 3 saat qənaət etmişdi. Qatarın ilkin sürəti neçə km/saatdır? Yəni artırıb demək T birinci sürətindən T1-dən T2-ni çıxsaq 3 saat eləməlidir. Bayaq kimi eləyirəm də. Yəni bu da gedilən yol bölünsün zaman belə sürəti olacaq da. V1 sürəti çıxılsın. Gedilən yol V2 sürət bərabərdir 3. Yəni gedilən yolumuz 420-dir. 420 bölək V1 sürəti, yəni sürətimizi elə əgər x qəbul eləsək, birinci ilkin sürəti x qəbul eləsək, x olar çıxaq 420 bölək artırıblar da sürəti 18 ki, x üstə gələk 18 olur. Bərabərdir 3-ə. Təmliyi həll eləmək lazım. 420-ni çıxardıram mötərizə xaricinə. 1 bölək x qalır. Çıxaq 1 bölək x üstə gəl 18. X bura x üstə gəl 18-i orta məxrəc seçsəm, x-ə bölürəm. Plusu qalır. X üstə gəl 18. Minus. Bunu bölsəm x üstə gəl 18-lər gedir. X qalır. Çıxaq x. Bərabərdir 3. 420 ilə 3 ixtisar girəcək. Neçə qalacaq? Neçə? 140. 140. Bu x-lər gedir. Vuraq 18. Bölək. Nə qaldı burada? X kvadrat üstə gələk 18. X. Bərabərdir 1 qaldı da onun yerində. Demək, x kvadrat 18x 1-ə vurulacaq. 140 da 18-ə. Yəni olacaq nə? X kvadrat plus 18x minus, yəni buna bərabərdir. O da minus 18-i indi 140-a vursaq, gəlin kalkulyatorda vuraq. 140 vuraq 18 bərabərdir 2520. Çox böyük ədədlər verirlər. Buna ehtiyac varmı ki? Yəqin ki, bunu buraxılışda və yaxud blokda belə ədədlər verməzlər. 25-20 bərabərdir 0. İndi buradan diskriminantı tapmaq lazımdır. Yəni, bu nə bilək, bu hansı ədədlərin hasili belədir. Ona görə diskriminantla yazaq. Diskriminant b kvadrat minus 4ac. 18-in kvadratı 324. Üstə gələk bunun 4ac-də 4 dənə bunu ona vuraq. Bir dəqiqə 2520-ni vuraq 4-ə. Bərabərdir 10.080. 10.080 bərabərdir 324 də gələk onun üstünə. Bərabərdir 10.404. Yaxşı, görək ondan kök neçə çıxır? 102. Demək, kökü də var imiş. 102 çıxır bundan. Yaxşı, belə eləyək. X 1 bərabərdir nəyə? Mənfi b, yəni mənfi 18 üstə gələk. Kök altında bu da 10.404. Bölək 2a. A-sı 1-dir. 2 bölək 2 bərabərdir. Mənfi 18 üstə gələk 102. Bölək 2 bərabərdir. 102-dən 18 çıxsaq 84 eləyir. 84 bölək 2. O da eləyər 42. Yəni aldıq cavabı 40. Qatarın ilkin sürəti 42 imiş.
Zalda olan şagirdlər hər stol arxasında 4 nəfər oturduqda 4 şagird ayaq üstə qalır. Hər stol arxasında 6 nəfər oturduqda isə 4 stol boş qalır. Zaldakı şagirdlərin sayını tapın. Ümumiyyətlə, biz belə eləyək də, stolların sayını x ilə işarə eləyək. Ki, x dənə zalda tutaq ki, stol var, stola, yəni oturacaq üçün deyil də, yəni qabaq stol. 4 nəfər olanda, deyir, 4 nəfər oturanda bu stol arxasında 4 şagird ayaq üstə qalır. Yəni, stolların sayını x ilə işarələdik. Bu, oturan uşaqların sayı neçə olacaq? 4 vuraq x olur da, yəni 4 dənə stolların sayı vurulur bu 4 nəfərə. Və 4 nəfər də ayaq üstə qalıb axı, onun da üstünə 4 gələk. Bu, ümumi şagirdlərin sayıdır. Şagirdlərin sayını başqa cür, yəni deyir ki, 6 nəfər oturanda, bax, burada 6 olanda stolun arxasında, tutaq ki, 2-2 burada oturub, 1-1 burada. Onda 4 stol boş qalır. Yəni, stolun sayı nə qədərdir? X qədər deyildi. 4 stol boş qalıbsa, ondan 4 stolu çıxaq. Çıxaq ki, yəni o stolda oturan yoxdur. Və 6 nəfər oturur, onu da 6-ya vuraq. Yəni, bu da şagirdlərin sayıdır. Şagirdlərin sayı bərabərdir bir-birinə. Həm bu variantda da şagirdlərin sayıdır, burada da. Yəni, 4x üstə gələk 4 bərabərdir. 6x minus 24. 4x-i sağa, 24-ü sola keçirsən, 2x bərabərdir. 4-ün üstə 24 gələndə 28. X bərabərdir 14. Demək, 14 dənə stol olub. Zalda şagirdlərin ümumi sayı. Stolların sayı 14-dür. Ya bunu, ya bərabərliyin solunu, yaxud bərabərliyin sağını yəni həll eləsək, 4x üstə gəl 4. 4 vuraq 14, üstə gəl 4. Bərabərdir. Demək, bu 56 eləyir. 56 üstə gələk 4, o da eləyər 60. Yəni, burada da elə eləyir. 14-dən 4-ün çıxsam 10, 10-u 6-ya vursam 60 eləyər. Demək, zalda 60 nəfər var imiş. Sinifdə hər stol arxasında 2 nəfər oturduqda 5 şagird ayaq üstə qalır. Həmin kimidir. 3 nəfər oturduqda isə 2 stol boş qalır. Sinifdə neçə şagird var? Demək, stolların sayını x ilə işarə eləsək, şagirdləri stolların sayı ilə göstərə bilərik. Yəni, stolların arxasında 2 nəfər oturduqda, yəni 2x bu stollarda oturan şagirdlərin sayı olacaq. Amma 5 nəfər də ayaq üstə qaldığı üçün üstünə 5 gəlirik də bərabərdir. 3 nəfər oturduqda, bu 3 nəfər oturduqda 2 stol boş qalır. Yəni, 2 stol boş qalır deyəndə, yəni 2 stolu saymayacaq da, çıxırıq 2 stolu. Orada şagird yoxdur, çıxaq 2. Bunda vururuq 3-ə də, yəni hər stolda 3-ə. 2 stol boş qalır, O, misal üçün nətər, tutaq ki, 10 dənə stol var, 2 stol boş qalır deyəndə 8-ində şagird oturacaq, 2-si boş qalacaq. Yəni, 8-də hərəsində 3 nəfər oturubsa, 3-ə vursaq, 24, yəni ümumilikdə 24 şagird. Misal üçün deyirəm. Buradan indi 2x plus 5 bərabərdir. 3x minus 6. 2x-i sağa keçsəm x qalır. 5-in üstə 6 gələndə də 11 eləyir. Demək, 11 dənə stol var imiş. Amma şagirdlərin sayını soruşur. Ya burada tapa bilərik. Yəni, 2 vuraq 11, üstünə gələk 5. Bu şagirdlərin sayıdır. 27 eləyər. 27 şagird var imiş. Tam dolu çəndəki suyun hamısını bərabər həcmlə 14 qaba töksək, hər qabda 4 litr boş yer qalar. Bu qablardan onu tam doldurulduqda isə çəndə 60 litr su qalar. Elə bir ki, böyük çəndir, çən su ilə doludur. 14 qaba töküblər bu çəndəki suyu.
Elə bir çəndəki suyu 14 dənə qaba töküblər. Eyni həcmli qablardır və ilaxır 14 dənə. Deyir ki, gəlin bunların birinin elə ki, həcmini x ilə işarə eləyək. Onda ümumi bunların həcmi nə qədər olacaq? 14x olacaq da, ümumi həcmi. 14 dənə də axı. Bu da x-dir, bu da x-dir, hamısı 14 dənə. Ümumi həcmi 14x olacaq. Deyir ki, bunlar boşaldanda burada boş yer qalır, tam dolmur. Yəni, nə qədər boş yer qalır? 4 litr boş yer qalır hər birində. Bunda da 4, bunda da 4. Yəni, 56 litr. Onda oradan tapa bilərik də bizim çənimizdəki su nə qədərdir? 14x çıxaq, yəni 14 dənə 4. Boş qalıb axı. Yəni, 14x minus 56. Bu çəndəki suyun miqdarıdır. Bu x-də dedik ki, bir qabın həcmidir. Yaxşı, indi sonra deyir ki, bu qablardan onu tam doldurulduqda, tam doldursaq, onu tam dolduranda 10x olur da, çəndə 60 litr qalır. Yəni, bunun üstünə elə bir ki, 60 gəlsək, bu çəndəki suya bərabər olacaq. Və yaxud çəndən çıxsaq, 60 litri buna bərabər olacaq. İndi fərqi yoxdur. Yəni, üstə gələk, bunun üstünə 60 litr gəlsək, bu 10 dənə tam dolduranda, yəni 60 litr əlavə eləsək, bu çəndəki suya bərabər olacaq. 14x minus 56. 10x-i sağa, 56-ını sola keçirsəm, qalacaq 4x bərabərdir. 60-ın üstə 56, 116. X bərabərdir 2 dəfə 29 litr. Yəni, hər bir qabı neçə litr su tutur? 29 litr su tuturmuş. 59-a deyir, məktəblər arası şahmat çempionatında hər məktəbdə ən çox 3 şagird iştirak edə bilər. Demək, məktəblərdən şahmat çempionatında iştirak eləmək üçün şagird göndərmişlər. 1 şagird, 2 şagird, 3 şagird. Maksimum deyir, 3 şagird iştirak edə bilər. Çempionatda 3 şagird göndərən məktəblərin sayı 2 şagird göndərənlərdən 4 dəfə, 1 şagird göndərənlərdən isə 5 dəfə azdır. 2 şagird göndərən məktəblərin sayı 16 olarsa, çempionatda iştirak edən bütün şagirdlərin sayını tapın. Gəlin, sadələş. Demək, bir şagird, baş hərflərini yazıram, göndərən məktəblərin sayı. 2 şagird göndərən məktəblərin sayı. 3 şagird göndərən məktəblərin sayı. Deyir, bax, burada müqayisə eləyir 3 şagird göndərən məktəblərin sayını 2 ilə və 1 ilə. Ona görə 3 şagird göndərən məktəblərin sayını x ilə işarə edək. Deyir ki, 3 şagird göndərən məktəblərin sayı 2 şagird göndərənlərdən 4 dəfə azdır. 4 dəfə azdırsa, 2 şagird göndərən 4 dəfə çoxdur da, yəni 4x-dir. Yəni, 3 şagird göndərən bundan 4 dəfə azdır. Və 1 şagird göndərənlərdən 5 dəfə azdır. Yəni, 1 şagird göndərən 5 dəfə çoxdur. Bax, bu 3 şagird göndərənlər. Demək, bunlar x ilə ifadə elədik. Demək, x nə oldu? 3 şagird göndərən məktəblərin sayıdır. 2 şagird göndərən məktəblərin sayı 16-dır. Bax, 2 şagirddə 4x-dir. Yəni, 4x bərabərdir 16-ya, x bərabərdir 4-ə. Demək, bu 4 şagird göndərib. 3 şagird göndərən, 4 şagird yox, 3 şagird göndərən məktəblərin sayı 4 dənə. 4 dənə belə bir məktəb var ki, 3 şagird göndərib. 2 şagird göndərənlərin sayı 16-dır, məktəblərin sayı. Burada 4-ü qoysaq, bu da 20-dir. 1 şagird göndərən 20 dənə belə məktəb var ki, hərəsi 1 şagird göndərib. Şahmat çempionatında iştirak etmək üçün. Ümumilikdə neçə məktəb olub?
36, o da 30'dan. Belə 40 dənə lazımdır bizə. Yox, heç o lazım da deyil. Çempionatda iştirak edən bütün şagirdlərin sayını tap. Bütün şagirdlərin sayını necə taparıq? 20 dənə məktəb, bir dənə şagird göndərib. Yəni 20 vuraq 1, üstə gələk. Sonra 16 məktəb 2 şagird göndərib, 16 vuraq 2, üstə gələk. 4 məktəbdə 3 şagird göndərib, o da 12 eləyəcək. Yəni 20 üstə gəl 32, üstə gəl 12. 52, o da 12 eləyər, 64. Yəni 64 şagird var imiş bu çempionatda, şahmat çempionatında iştirak edən. Bu da eyni tipli misaldır. 3 şagird, 2 şagird 3 dəfə, 1 şagird 6 dəfə azdır. Yaxşı, demək burada da 1 şagird göndərən məktəblərin sayı, 2 şagird göndərən məktəblərin sayı, 3 şagird göndərən məktəblərin sayı. Burada nə deyir? Hansının x-lə işarə eləyəcək? Əsas məsələ oldu. Çempionat 3 şagird. Demək, 3 şagirdi müqayisə eləyir 2 ilə və 1 ilə. Demək, 3-ü yenə də x-lə işarə eləyək. Deyir ki, məktəblərin sayı 2 şagird göndərənlərdən 3 dəfə azdır. Yəni, 2 şagird göndərənlər 3x-dir ki, bu ondan 3 dəfə azdır. Sayı 2 şagird göndərən 2 dəfə, 1 şagird göndərəndən 6 dəfə. Demək, bu da 6x-dir ki, ondan 6 dəfə azdır. 3 şagird göndərən, 1 şagird göndərən məktəblərin sayından 6 dəfə azdır. Yazdıq bunları. Sonra deyir ki, 1 şagird göndərən məktəblərin sayı 12-dir. Yəni 6x bərabərdir 12-yə. Buradan x bərabərdir 2-yə. Demək, x 2-dirsə, məktəblərin sayını tapa bilərik. Demək, 2 dənə, 2 məktəb 3 şagird göndərib, 6 məktəb 2 şagird göndərib, 12 məktəb 1 şagird göndərib. Bu məktəblərin sayıdır. İndi bizdən çempionatda iştirak edən şagirdlərin sayını deyir. Demək, 12 nəfər, 12 məktəb 1 şagird göndərib, üstə gələk. 6 məktəb 2 şagird göndərib, 2 məktəb 3 şagird göndərib. İndi bunların şagirdlərin sayını buradan almış olaraq. 12, 2-ni 3-ə vuranda 6, 24, 30. Demək, 30 şagird var imiş çempionatda iştirak edən. 2-3 nisbətində olan ədədlərə uyğun olaraq 6 və 12 əlavə etdikdə alınan ədədlər 3-5 nisbətində olarsa verilən ədədləri tap. 2-3 nisbətində olan ədədləri biz, misal üçün A-nın B-yə nisbətidir də. Tutaq ki, A-nı 2K, B-ni də 3K qəbul edirsə, ədədlərə uyğun 6 və 12 əlavə etdikdə, bunlara 6 və 12 əlavə eləyəndə, yəni A-nın B-yə nisbətinə də, yəni buna 6, buna 12 əlavə etdikdə, bunların nisbəti nə olur? 3-ün 5-ə. Yəni, 3-ün 5-i olur da, yəni bunları 2K plus 6 yazım da, 2K plus 6, 3K plus 12 bərabərdir 5-in 3-ə. Çarpaz vurarıq bunları bir-birinə, 5 vurular 2K plus 6-ya, 10K üstə gələk 30 bərabərdir 9K üstə gələk 36. 9K-nı sola çevirsəm, x bərabər olacaq. 36-dan 30-unu çıxaram 6. K-nı 6 tapdıq. Verilən ədədləri tapın. Ədədlərimiz hansıymış? Yəni, A 2K idi. Əvvəlcə 2K idi. 2 vuraq 6, 12. B neçəymiş? 3K idi da əvvəl, sonra əlavə elədik. 3K, yəni 3 vuraq 6, o da eləyər 18. Verilən ədədlərimiz 12, 18 imiş.
3-5 nisbətində olan ədədlərə uyğun olaraq 15 bunu əlavə etdikdə, bax, elə ki, ədədlərimiz A-nın B-dir. Bax, elə A-nın B-yə nisbəti bərabərdir 3-ün 5-ə nisbəti, belə yazaq. Demək, A 3K-dır, B neçədir? 5K-dır. A3K, B 5K ilə əvəzləsək, bunlara 15 və 14 əlavə etdikdə, yəni bax, A-ya 15 əlavə etdim. A-ya 15 əlavə etdim. B-yə də neçə? 4. Nisbət oldu 3-ün 2-yə. 3-ün 2-yə. Verilən ədədləri tapın. A-nın demək 3K-dır da, K ilə ifadə eləyək. 3K üstə gələk 15. Bu da 5K-dır. 5K üstə gələk 4. Bərabərdir 2-nin 2-yə. 2 bura vururlar, 3-də, BK üstə gələk 4-də 3-ə vurulacaq. Yəni 2-ni 3K-ya vurdum, 6K, 15-ə vurdum 30. 5K-nı 3-ə vurdum, 15K, 4-ə vurdum 12. 6K-nı sağa, 12-ni sola keçirdəcəm. Olacaq 15K çıxaq 6K bərabərdir 30 çıxaq 12. Burada eləyər 9K bərabər 18, K bərabər 2. K-nı 2 tapdımsa, burada qoyuram yerinə, A-nı da, B-ni də tapıram. Verilən ədədləri tapın. 3 vuraq 2, 6. B neçədir? 5 vuraq 2, 10. 6 və 10. A məntəqəsinin sürətləri 80 və 60 km/saat olan iki avtomobil eyni anda B məntəqəsi istiqamətində hərəkətə başladılar. Birinci, bax, belə də tutaq ki, AB məntəqəsidir, bura A-dır, bura B-dir. Eyni anda, demək, B məntəqəsinə doğru biri 80 km/saatla sürətləndir. O birisi də 60 km/saat sürətlə. Hərəkətə başladılar. Birinci avtomobil, yəni 80 ilə gedən, B məntəqədə çatıb fasilə etmədən geriyə qayıdıb 40 km getdikdən sonra digər avtomobillər rastlaşdı. Demək, bu 80 ilə gedən təbiidir ki, birinci B-yə çatacaq və çatır, sonra təzədən fasilə etmir, qayıdır dala. Qayıdır, gəlir 40 km gedəndən sonra bunlar rastlaşırlar. Bax, bu 60 ilə gələnlə rastlaşır. Bu artıq üzü bu tərəfə gedir ancaq. Bu isə bu tərəfə də. Çatıb fasilə digər avtomobil rastlaşdı. A və B məntəqə arasındakı məsafəni tapın. AB məsafəsini X ilə işarə edəsək, X ilə. Onda bura bir C məntəqəsi desək, tutaq ki, C nöqtəsində qarşılaşıblar da. AC nə bərabərdir? X çıxaq 40. Yaxşı, bu bizim məsafəmiz oldu. İndi burada zaman eyni zamandır da. Yəni ikisi də eyni vaxtda dayanmayıblar da, ikisi də sürüblər. Yəni bu birisi yəqin pavorot eləyəndə biraz dayanıb, onu da saymırıq. Yəni zaman T sabitdir. Onda T nəyə bərabərdir? S bölünsün V sürət. Yəni gedilən yol bölünsün sürət. Bizim yolumuz birinci üçün, yəni birinci avtomobil üçün yol nəyə bərabərdir? Zamanı daha doğrusu. Nəyə bərabərdir? Gedilən yol gedib o nə qədər? Buradan bura qədər gedib də. Yəni x minus 40 kilometri gedib. Bura 40 deyil. O buradan bura qədər gəlib də. Daha doğrusu bu ikinci avtomobilimizi. İkinci avtomobilimiz o qədər gedib. Bu birinci avtomobil demək x gedib, sonra əlavə də 40 kilometr. Yəni x də gələk 40 kilometr gedib. Bölək V sürəti də olub 80.
birinci avtomobilimiz. İkinci avtomobil zaman nəyə bərabərdir? O ancaq buradan bura qədər gəlib də. Yəni x çıxaq 40. X ümumi məsafə götürmüşük. AC məsafəsi də x çıxaq 40 olub da. X çıxaq 40 bölək. Onun da sürəti 60 olub. Demək, bunların eyni zamanda baş verib bu hadisələr. Ona görə bunların sol tərəflər t-ləri, zamanları bərabərdir. Sağ tərəflərin bərabərliyini yazsaq, oradan biz x-i tapa bilərik. Yəni, gedilən yolu bu AB məntəqəsi arasındakı məsafəni tapmış olaraq. X-i elə zaten AB məsafəsi ilə işarə eləmişik. X üstə gələk 40 bölək 80 bərabərdir. X çıxaq 40 bölək 60. Bunları ixtisar eləsəm sıfırları və 2-yə də ixtisar gedər də. Burada 3 qalar, burada 4 qalar. Yəni 4 çarpaz x minus 40-a vururlar, 3 plusa vururlar. Yəni 3 vuraq, x üstə gələk 40 bərabərdir 4 vuraq x minus 40. 3x üstə gələk 120 bərabərdir 4x çıxaq 160. 3x-i sola keçirdirəm, 160-ı sağa. Yəni 4x çıxaq 3x bərabərdir 120 üstə gələk 160. Bu 280 eləyər. Burada da x qaldı. Yəni x bərabərdir 280-ə. Yəni məsafə 280 kilometr imiş. 64-də deyir, birinin həcmi digərindən 3 dəfə çox olan 21 ədəd bidona süd yığdılar. Demək, 21 dənədir. Əgər birinin həcmi kiçik x ilə adlandırsaq, həcmi x-dirsə, x litr süd tutursa, o biri 3x tutur. Sayın, demək, 21 ədəd bidona süd yığdılar. İndi tutaq ki, bu bidonların sayını vermir də, kiçik, böyük. İkisi ümumilikdə verib 21 dənədir. Tutaq ki, biri n dənədirsə, misal kiçik bidon n dənədirsə, böyük bidon onda olacaq 21 dənədə, 21 çıxaq n-dən, n sayda. Böyük bidonlara yığılan südün ümumi həcmi nə qədər olar? Biri əgər 3x-dirsə, sayda 21 minus n-dirsə, həcmi olacaq elə 3x vurulsun 21 minus n. Əgər tutaq ki, bax, bu 5 litr tutursa, tutaq ki, 10 dənə böyük bidondursa, 5-i ona vururuq da, yəni həcmini sayına vururuq. Bu olur ümumi böyük bidonlara yığılan süd. Deyir, bərabərdir, kiçik bidona yığılan süd ümumi həcmindən 4 dəfə çox. Bunun da ümumi həcmi x vuraq n-dir də, ondan 4 dəfə çox x-in. Yəni, indi bunları vuraq, 3x-in 21-ə vursaq, 63 x olar. Çıxaq, 3x-i də n-ə vursam, 3x-in bərabərdir 4x-in. 3x-ni sağa keçirsəm, 7x-in olacaq. X-lər burada ixtisar gedər, qalar n, yəni sayı. Yəni, 7-yə də bölsəm, n bərabərdir 9-a. Demək, 9 dənə kiçik bidon var, 21 dənə ümumi idi də. 9-un çıxsam, 12 dənə də böyük bidon olacaq. Bir qutunun üzərinə 2 qırmızı, 4 sarı qovluq qoyulub. Qutu ilə bu qovluqların birlikdə hündürlüyü 68 cm-dir. Bu qutudur, bunlar da qovluqlardır. Deyir ki, bax, əgər biz sarı qovluqların qalınlığını x-ilə işarə edəsək, qırmızı qovluğun qalınlığı sarı qovluğun qalınlığının 2 mislindən, yəni 2x-dən 2 cm böyükdür. Bu birisi də 2x plus 2-dir, 2 dənədir. Qutunun da hündürlüyünü h-la qəbul eləyək, hündürlük h-dır. Bunda bunların cəmi, yəni h üstə gələk 2 vurulsun 2x plus 2, 2 dənə qırmızı qovluğun qalınlığı, üstə gələk 4 dənə sarı qovluğun qalınlığı bərabərdə 68 verib. İndi bir də burada bir şərt verib ki, qutunun hündürlüyü, yəni h bərabərdir nəyə?
bütün qovluqların qalınlıqları cəmindən 12 sm çox olarsa, bütün qovluqlar, yəni 2 dənə bu, 4 dənə də bu. Yəni bu da, bax bu ifadə. 2 vuraq 2x plus 2 üstə ilə 4x. Bundan 12 sm böyükdür. Gəlin elə bax, bu birinci bərabərlik deyil. Bax, buradakı bərabərlikdən h-ın qiymətini, bax bu qiymətini gətir, bu h-ın əvəzinə yazaq. Biz h-ı dərhal tapa bilərik, amma h soruşmur da bizdən qırmızı qutunun hündürlüyü və qırmızı qovluğun qalınlığı neçə santimetr çoxdan? Yox, ver, onu da soruşur. Qutunun hündürlüyü bir qırmızı qovluğun qalınlığından neçə santimetr çoxdur? Biz onda bax, belə bir şey eləyək. Qutunun hündürlüyünü tapmaq istəyiriksə, bax, sistem təhlil kimi yazaq da, bunları sola keçirdək, bax, bu ikisini. Yəni, birincinin yazağı olduğu kimi 2 vurulsun 2x plus 2 üstə gələk 4x bərabər 68. Burada h çıxılsın 2 vurulsun 2x plus 2 sola keçirdirəm də bunları h-ın yanına. Minus 4x bərabərdir 12 olacaq. Bunları tərəf-tərəfə çıxsaq, ya toplasaq, bu 2h olar. Bunlar ikisi eynidir. Biri plusdur, biri minus getdi. 4x-in də üstə mənfi 4x gəndə o da gedir. Qalır 2h bərabərdir 80. H bərabərdir 40. Demək, tapdıq ki, qutunun hündürlüyü 40 cm imiş. İndi 40 cm gəlin, bunları da tapaq da. İndi sonra deyir ki, qutunun hündürlüyü bir qırmızı qovluğun qalınlığı neçə santimetr çoxdur. Bunu bilmək üçün gərək biz sarı qovluğun demək tapaq qalınlığını, sonra oradan qırmızı qovluğu. Yaxşı, h-ın qiymətini bu bərabərliklərdən birində qoyaq yerinə. Misal üçün, ikincidə qoyaq yerinə burada. Yəni 40 bərabərdir, bax buradan bərabərdir. Bunu vuraq açaq, 2 dəfə 2x 4x, üstə gəl 2-ni 2-yə 4, üstə gəl 4x, üstə gəl 12. 4x, 4x, 8x, 4 üstə gəl 12, 16, sola keçirdirəm, yəni 40 çıxaq 16, bu eləyər neçə? 24, x bərabərdir 3-ə, yəni bir qovluğun qalınlığı sarı qovluğun 3-dür, onda bu qırmızı qovluq neçə olur? 2 vuraq 3, üstə gəl 2, 6 üstə gəl 2, 8. Qırmızı qovluqda 8 oldu. Bizdən soruşur ki, qutunun hündürlüyü, yəni h, qırmızı qovluğun qalınlığı neçə santimetr çoxdur? Çıxaq qırmızı qovluğun qalınlığı. Qırmızı qovluğun qalınlığı 8-dir. Yəni, birbaşa yazaq da, yəni 40 çıxaq 8 bərabərdir 32 santimetr çoxdur da bu qutunun hündürlüyü bu qırmızı qovluğun qalınlığından. İdman klubundakı oğlanların sayı qızların sayından 4 dəfə çoxdur. Bu klubdakı oğlanların yaşlarının ədədi ortası 16, qızların yaşlarının ədədi ortası isə klubdakı bütün uşaqların yaşlarının ədədi ortasından 4 yaş az olarsa, bütün uşaqların yaşlarının ədədi ortasını tapın. Ədədi orta bilirik ki, yəni neçə dənə ədəd verilibsə, onların cəmini, misal üçün, tutaq ki, bax, 5, 7, 15 ədədin ədəd ortasını nətər tapırıq, bunları cəmləyirik və onların sayına bölürük. Bizə verir ədədi ortanı. 27, 9. Bu ədədi orta olur. İndi belə eləyək də. İdman oğlanların sayı qızların sayından 4 dəfə çoxdur. Qızların sayından deyirsə, qızların sayını x-ilə işarə eləyək. Qızların sayı ilə müqayisə edir də oğlanların sayını. X-ilə işarə eləsək, oğlanların sayı heç olar 4x olar. Bu klubdakı oğlanların yaşlarının ədədi ortası 16-dır. İndi gəlin burada belə eləyək də, oğlanları və qızların yaşlarının cəmini də hər hansı bir dəyişənlə ifadə eləyək. Misal üçün, oğlanların yaşları cəmini bir A deyək. Qızların yaşları cəmini də
Yaşları cəmi bildinizdə, yəni hər birinin yaşlarını toplamaq, yəni onların cəmi, yaşlarının cəmi olsun B. Bu klubdakı oğlanların yaşlarının ədədi ortası 16-dır. 16 nə deməkdir? Yəni bunların yaşlarının cəmi, oğlanların yaşlarının cəmi, yəni A demişəm. Onların sayına nisbətində, oğlanların sayı da 4x-dir. 4x-ə nisbəti bizə verir 16-dır. Yəni buradan A bərabərdir 16 vuraq 4x, yəni 64x. Bu oğlanların yaşlarının cəmidir. Sonra qızların yaşlarının ədəd ortası isə klubdakı bütün uşaqların yaşlarının ədəd ortasından 4 yaş az olarsa. Qızların yaşlarının ədədi ortası isə, yəni qızların yaşlarının ədədi ortasını nətər taparıq? Qızların yaşlarının cəmini, yəni B-ni bölərik qızların sayına da x-ə. Deyir, o nəyə bərabərdir? Yaşların ədəd ortası klubdakı bütün uşaqların yaşlarının ədəd ortasından 4 yaş az olarsa. Bütün uşaqların yaşlarının ədəd ortasını nə cür yazarıq? Qızlar və oğlanların yaşları cəmi, bu elə bütün uşaqların yaşları cəmidir. Belə ki, onların sayı da 5x-dir. 5x. Buradan ondan deyir ki, 4 yaş az olar, çıxaq 4. Buradan indi bunu həll eləsək, gəlin 5x-ə vuraq hər tərəfi. 5x-ə vursaq, burada 5b qalacaq. Burada 5x-ə vursam, 5x-lər gedir, a üstə gəl, b qalır. Çıxaq, 4-ü də 5x-ə vursam, 20x eləyəcək. İndi buradan nə alındı? Bax, A bərabərdir 64x, eləmi? A-nın yerinə gəl 64x qoyaq ora. B-ni sola keçirsəm 4b olacaq. A-nın da yerinə 64x yazdım. Çıxaq 20x. Demək, 4b bərabərdir 64-dən 20 çıxsaq 44x. 4-ə bölsəm b olacaq 11x. Demək, biz tapdıq ki, qızların yaşları cəmi 11x-dir. Qızların yaşları cəmi 11x-dir. A da 64x-dir. Bizdən bütün uşaqların yaşları ədədi ortasını tapın. Yəni, taparıq. Nə var ki, burada? Demək, qızlarla oğlanların yaşları cəmi, yəni 11x üstə gələk 64x. Bölək bunların sayına. Sayı da ki, uşaqların sayı 5x-dir. Bu da eləyər 75x bölək 5x. X-lər gedər. 75-i 5-ə böləndə 15 eləyər. Yəni, ədədi orta olar. Bütün uşaqların yaşlarının ədədi ortası 15-dir. Motorlu qayıq çayın axını ilə 40 km. Bax, çayın axını. Tutaq ki, axını bu istiqamətdədir. 40 km. Çayın axınına qarşı 18 km getdi. Elə və buradan başlayıb getməyə motorlu qayıq. 40 km gedib, misal üçün buracan gəlib, buradan bir də qayıdıb geri. 18 km gəlib bura. Burada olsun 18 km. Ümumilikdə 40 km. Misal üçün AB məsafəsi 40 km. Sonra qayıdıb 18 km bura. Əvvəlcə çayın axını ilə gedib, sonra çayın axınına qarşı. Ümumilikdə 7 saat vaxt sərf edib. Çayın axma sürəti 2-dir, yəni 2 km saatdir. Onda buradakı sürəti, yəni çayın axını ilə sürəti olacaq x üstə gələ 2, çayın axınına qarşı sürəti x çıxaq 2. Qayığın durğun sudakı sürətini deyir, tapın, yəni katerin öz sürətini. Əgər biz kateri elə x-nə ifadə elədikdə, yəni bu qayığın sürətini, durğun sudakı sürətini x-lə işarə eləmişik. Məsələn, tənlik qurmaqla həll edin. Belə bayaqdan bəs nə işlə məşğul elə tənlik yazırıq da. Demək, x-nə x-lə işarə elədik, qayığın durğun sudakı sürətinə. İndi burada yenə zamanla həll eləyəcəyik məsələni. Demək, çayın axını ilə getdiyi zaman, yəni T1-lə işarə eləsək onu, üstə gələk,
çayın axınına qarşı getdiyi zaman T2 ilə işarələsək, cəmi nəyə bərabərdir? Bizə verib 7 saat. 7 saat qayıq yol gedib, bəli. İndi zaman da bilirik ki, nəyə bərabərdir? Zaman S, yəni gedilən yol bölünsün V-də sürət. İndi T1 gedərkən gedilən yolu 40 kilometri gedib. Yəni 40 bölək sürət. Sürəti də ki, x üstəgəl 2 olub. Üstəgələ T2. Yəni bu qayıdarkən 18 kilometr yol gedib. 18 kilometr, bəli. Yol gedib. Sürəti də olub x minus 2. Bərabərdir neçə olmalıdır? 7 saatda. Bu zamandır. T1 isə T2 7 saat. Ümumiyyətlə demək 7 saat olar. İndi buradan tənliyi katerin sürətini tapmış olarıq. Tənliyi həll edəsək. Orta məxrəc x üstəgələ 2 və x minus 2 olsa, bunu bölən plusa minus qalır, vururam 40-a. 40 vurulur x minus 2-yə. Sonra üstəgələk 18-i vururam. Bunu bölürəm x minus 2-yə. Minuslar gedir, x plus 2 qalır. X plusuna vururam. Bərabərdir 7. İndi bax, bu vurulacaq 7-yə, bərabərliyin sağında yazılacaq. Bu isə buralarda mötərizələrə vuraq yazaq. Yəni 40-ı vurdum x-ə 40x, çıxaq 42-yə vurdum 80. Üstəyə 18-i x-ə vurdum 18x, 2-yə vurdum 36, bərabərdir. Bu eləyir x kvadrat çıxaq 4. Onu da 7-yə vursam 7x kvadrat çıxaq 28 olacaq. Buradan 7x kvadrat 40x 18x elədi neçə? 58x. Keçirdirəm sağa, bu tərəfə, sağ tərəfə. Minus 58x. Yəni 7x kvadratın yanına. Amma solda yazdım da, eybi yoxdur. Sonra mənfi 80 36. Onu da sağa keçirdəcəm də. Eləyir neçə? Mənfi 44. Mənfi 80 36, mənfi 44 elədi. Onu da sağa keçirdirəmsə, üstə gəl 44 olacaq. Üstə gəl 44. Yəni o da 44-dən 28 çıxacaq. O müsbət, yəni yazılma. Minus 28. Bu 44-ü də sağa keçirdirəm. Mənfi idi, müsbət olur. Bərabərdir 0. İndi olacaq 7x kvadrat çıxaq 58x. Burada eləyər neçə? 16, eləmi? 16. Müsbət 16. Bərabərdir 0. İndi bunu diskriminant eləsək, bu zırıltı bir şeydir. Gəlin bunu vuruplara ayırmağa çalışaq. 7x-in nəyin hasili yaza bilərik? Bax, buradan yazıram. 7x kvadratını 7x-lə x-in hasili kimi yazaram. 16-nı da 2 ilə 8-i yazsam, burada 58 alınması üçün 8-i aşağıda yazaram ki, bu 56 olsun da 2-dir. Bunlar toplanacaq. Çarpaz vurulanda 56, bu da 2x. Yəni toplananda 58 verəcək. İşarəsi mənfi olduğu üçün bunlar da mənfi olmalı. Yəni bax, 2-ni 8-ə vurdum, 16 eləyir. 7x x-ə vurdum, 7x kvadrat. Bunları bir-birinə vursaq, belə çarpaz vurub toplamaq lazımdır. Biz diskriminant eləsək gərək kalkulyator qoyaq qabağımıza, yəni vaxt aparır. Yəni bunu öyrənmək lazım. Demək, vuruqlarımız oldu 7x minus 2, x minus 8 bərabərdir 0. Buradan x bərabərdir 7-də 2 olacaq. Burada x bərabərdir 8 olacaq. Burada demək, biz yəqin ki 7-də 2-ni götürə bilməkdə katerin suyu çayın sürətindən az olmayacaq ki. Demək, bizim nədir? Katerin sürəti 8 olacaq. 8 kilometr saat. Motorlu qayıq çayın axını ilə 42. Bu da həmin tipli misaldır. Bax, elə bir ki, çayın axını bu istiqamətdədir.
42 kilometr yol gibi. Kater buradan tərpənib, motorlu qayıq. Tutaq ki, sürətini x-nə işarə eləyək, durğun sudakı sürətini. Qayığın sürətini x-lə işarə elədik. Onda bu çayın axını ilə gedəndə bu çayın axını nə qədər verib? 2 km saat. Bəli, çayın da axını 2 km saat verib. Eyni istiqamətdə gedəndə onun sürəti olacaq x-ə 2. Demək, 42 km çayın axını ilə gedib, sonra çayın axma sürəti ilə hər yerdə çayın axına qarşı 20 km getdi. Buradan da qayıdıb, gəlib bura çatandan sonra dönüb, gəlib burada dayanmadan. Nə qədər? 20 km. Burada onda sürəti axına qarşı gedirsə, x minus 2 olacaq. Həminki tipli misaldır. Demək, 42 nə eləyəcək? Yəni, bax, yenə zamanla həll eləyəcək. Gedilən zaman, yəni çayın axını ilə getdiyi zaman T1 ilə işarə eləsək, onun üzərinə qayıdarkən, yəni sərf elədiyi zaman bu qayığın T2 ilə işarə eləsək, bərabərdir 5 saat verib. İndi burada dedik ki, T nəyə bərabərdir? V bölünsün S, yəni yox, S bölünsün V. Gedilən zaman, gedilən yol bölünsün sürət. Yəni, birinci 42 km yol gedib, sürəti də olub x-ə 2. Üstə gələk, T2 ikinci gedib 20 km, sürəti də olub neçə? X minus 2 bərabərdir 5-ə. Yenə həmin tipli misaldır. Bunu da qruplara ayıraq, belə orta məxrəc götürək, seçək. Bunu plusa böldüm, minusu qaldı. 42-ni vuracaq bunun minusuna, üstə gələk, 20 vururuq, plusuna vuracaq. Bərabərdir 5. Bu vurulacaq 5-ə çarpaz. Bunları da mötərizəyə vuraq açaq. 42x. 42-ni 2-yə vurdum, minus 84. Üstə gələk, 20x. Üstə gələk, 20-ni 2-yə vurdum, 40. Bərabərdir 5-i, bu x kvadrat çıxaq 4 eləyir. 5x kvadrat çıxaq 4. 4 vuraq 5, 20 eləyər də. İndi buna bayaqki kimi bunu 5x kvadrat qalsın orada. Bax, 42x, 20x, 62x eləyir. Sağa keçirsə minus 62x eləyəcək. Yəni 5x kvadratın yanına gətirsəm, minus 62x elədi. Mənfi 84 ilə 40, mənfi 44 eləyir. Sağa gətirirəmsə, yəni mənfi 20 üstə gəl 44 olacaq. O da eləyir müsbət 24. Bərabərdir 0. Bunu da qruplarına ayıraq. 5x-i 5x ilə x-in hasili kimi yazaq. 62 alınması üçün 8 vuraq 3. Yox, 8 vuraq 3 olmayacaq. 12 vuraq 2. Hə, bax, 12 bax, görürsünüz, 12-ni 5-ə vuranda 60 eləyir, 2-ni də x-ə vuranda 62. Demək, 12-ni aşağıda yazmalıyıq, çarpaz vuracaq bunlar. İndi bunlar mənfi olduğu üçün ikisi də mənfi olmalıdır. Toplananda, bax, 5x-i 12-yə vurdum, mənfi 60 elədi, 2x-ə vurdum, mənfi 2 elədi, topladım, mənfi 62x elədi. Yəni, vuruklarımız olacaq bu. Buradan yazım. 5x minus 2 bərabər 0. Vuruklarımız budur da. X minus 12 bərabərdir 0. 1 0-a bərabər eləyirəm. X bərabərdir 5-də 2. Yəni, bunu götürməyəcək. Sürət kiçikdir də. Bu 12-ni götürərik yəqin ki. X minus 12 bərabərdir 0. X bərabərdir 12. Demək, katerin sürəti, sudakı sürəti, qayığın sudakı sürəti 12 km saatdır.
usta 4 günə 11 cüt ayaqqabı, şagird isə 7 günə 3 cüt ayaqqabı hazırlayır. Bunlar hər gün eyni məhsuldarlıqla işləməklə birlikdə 267 cüt ayaqqabını neçə günə hazırlayırlar? Mən bunu bax 4 günə 11 cüt ayaqqabı hazırlamır. 11 cüt ayaqqabı bir günə mən eləyərəm. Yəni bir günə neçə ayaqqabı hazırlanmış olar? Yəni indi burada ola bilər ki, tam ədəd alınmasın. Yəni 11-i 4-ə bölərik də, 11 cütü 4-ə bölərik. Yəni 4-də 11 cüt ayaqqabı hazırlayarlar. İndi burada əslində 4 ilə 7 və bunların əkoblarını tapıb da yazmaq olar. Ancaq məncə asan variant budur. Bir günə, yəni nə qədər eləyir? Usta, bax, bu ustanın gördüyü işdir. Usta bir günə və şagird isə bir günə neçə ayaqqabı hazırlayar? 7 günə 3 cüt hazırlayırsa, bir günə, yəni 3 cütü 7-yə bölməliyik də. 7-də 3 cüt. Onlar hər gün eyni məhsulda işləməli, birlikdə 267 cüt ayaqqabı neçə günə hazırlayarlar. Həmin günü, bax, misal üçün, bunlar ikisi bir yerdə bir günə neçə ayaqqabı hazırlayarlar. Yəni 4-də 11 cüt, üstə gələk, bu ustanın hazırladığı, şagirdin də hazırladığı 7-də 3 cüt. Bunlar deyil, neçə günə hazırlayarlar da, neçə günü bilmirik. X ilə işarə edək, bərabər olsun 267 cüt. Yəni tənliyi qurmuş olduq. Demək, usta bir günə 4-də 11 cüt hazırlayır, şagird bir günə 7-də 3 cüt hazırlayır. Onlar ikisi bir yerdə cəmləyirik. Onların sayı, günlərin sayına vururuq da, günlərin sayını soruşur elə. Hər gün eyni işləmə birlikdə neçə günə hazırlayarlar? 267 cütü neçə günə hazırlayarlar? İndi buradan orta məxrəc 4 ilə 7-yə 28, 4-ə böldüm 7, 11-ə vurdum 77, üstə gələk 28-i 7-yə 4, 3-ə vurdum 12, buraq x bərabərdir 267, buradan 28 267-yə çarpaz vururlar, bu da 89 eləyir. Yəni, belə eləyək də, x qalsın burada, 267, 28 çarpaz bura vurulacaq. Bu isə, yəni 89 isə, 89 isə məxrəcinə düşəcək də, 28 bölək 89. Yəqin bu 89-a ixtisar gedəcək. Gəlin, baxaq, 267 bölək 89. 3 dəfə düşər də, 3 dəfə 9-un 7, 2 dəfə 267. Bəli. Demək, 3 vuraq 28. Bu da eləyər neçə? 3 dəfə 8-in 4, 2 yadda 6, 84. 84 günə 267 cüt ayaqqabı hazırlamış olarlar. Usta 3 günə, bax, usta 3 günə 7 cüt ayaqqabı hazırlayır. Şagird neçə günə? 5 günə neçə cüt? 2 cüt ayaqqabı hazırlayır. Onda gəlin bunların bir günə hazırladığını tapaq. Bir günə hər biri üçün. Yəni bax, usta bir günə. Demək, 3 günə 7 hazırlayırsa, onu 7-ni 3-ə böləcək də, 3 gün bir günə düşəcək. Yəni 3-də 7 cüt bir günə hazırlayar. Şagird isə bir günə 5-də 2-də, yəni 5-də 2 cüt ayaqqabı hazırlamış olar bir günə. Deyir ki, bayaqki kimi də 246 cüt ayaqqabı neçə günə hazırlayar? İkisi bir yerdə. Yəni bir günə hər ikisi bir yerdə neçə ayaqqabı hazırlayır? Biri 3-də 7 hazırlayır, biri 5-də 2. Bunları günlərin sayına vursaq,
həmin bu 246-nı verməlidir. Günlərin sayını da bilmirik, məchuldur. X-lə işarə edirik. 246. Burada 5 ilə 3, 15 orta məxrəc olar. 3-ə bölsək 5, 7-yə vurdum 35. 15-i 5-ə böldüm 3, 2-yə vursam 6. Vuraq X bərabərdir 246. Davam edirəm burada. 35-in üstə 6 gəldim, 41 elədi. 41x. 15 çarpaz 246-ya vururlar. Həm də 41-ə də bölərik hər tərəfi, yəni 246. Əslində belə çarpaz vurmaqla hərəkət eləməyi dərhal bilmək. Yəni 15 sürətə vurulacaq bərabərliyin, buradakı sürətdəki isə məxrəcə gələcək. Bu isə 41 edir də. Görə 246 41-ə bölünür, bölünür də elə 6 dəfə düşür. Yəni 240 olsa 40-a bölsək 6 dəfə düşür. 6-nı da 15-ə vursan 90 eləyər. Yəni tapdıq ki 90 günə 246 cüt ayaqqabı hazırlayarlar usta ilə şagird. Bu mövzuya aid olan da tapşırıqları, məsələləri həll etmiş olduq. Güman edirəm faydalı oldu. Sağ olun.